Köməkçilərindən müvafiq tapşırığı aldı, fitini səsləndirdi və oyun başladı. Hər iki komandaya uğurlar arzulayırıq, güclü olan qazansın. Araz Naxçıvanın qapı qarşısına indi, ötürmə edildi. Mərkəzə doğru gəlir top. Alxasov zərbə endirə bilmir. Dönən top və gol! Araz Naxçıvan hesabı açır. Təkrarı izləyirik. Alxasovun zərbəsi, Cənnətovdan qaydan top. Machado zərbə endirir və top qapıya daxil olur. Hətta Machado'nun zərbəsindən sonra Sumqayıt oyuncular da topa toxundular, lakin bu golun qarşısını almaq üçün kifayət etmədi. Hələ də yoxlama davam edir. Bəli, gol qeydə alınmır. Gol qeydə alınmadı. 0-0 hesabı var Araz Naxçıvan Sumqayıt görüşündə. Valerson Melo. Felipe topu qəbul edir. Felipe, Elvin Bədalovu keçdi. Machado tək toxunuş var. Jatoba cər meydançasında yerdə qalıb, diqqətlər indi Cavid Cəlilova yönəldi. Cəlilov qalxdır. Ona qarşı qayda pozuntusu olduğunu deməyə çalışır. Önünü aldı topu, daha sonra topa doğru hərəkətləndiyi anda qayda pozuntusu vardı. Cavid Cəlilov var monitoruna gedir. Epizodun təkrarına baxacaq. Fikir verirsinsə, Səbuh Əblazadə sürüşmə fəndinin davamında orada Jatoba'nın ayağının üzərinə düşür. Baxın. Hətta çox təhlükəli bir hərəkət də var. Oyuna qayıtdı, meydana qayıtdı Cavid Cəlilov. Qərar penaltidir. Penalti qərarı gəlir. Sumqayıtın qapısına 11 metrlik cərmə zərbəsi təyin olunur. Fil səslənir. Machado yaxınlaşır. Machado və gol! Ramon Machado! Bu dəfə gol qeydə alınır. 1-0 Araz Naxçıvan önə keçir. Penalti goluyla hesabı açır Araz Naxçıvan. Mehdi Cənnətov zərbənin istiqamətini düzgün təyin etdi, amma zərbə o qədər şiddətli bir şəkildə vurulmuşdu ki, o topa yetişməsi, müdaxiləsi mümkünsüz olur Mehdi Cənnətovun. Felipe Santos. Qısa ötürmələrlə gəlir Araz Naxçıvan. Jatoba zərbə endirir. Top qapıdan aralı keçdi. Küncdən zərbə. Jatoba'nın zərbəsi anında fikir verdinizsə çevrildi. Ötürmə Ronaldo'ya. Ronaldo'nun zərbəsi dəqiq alınmır. Ronaldo Vazquez. Divar paslaşması var Murad Xaçayevlə. Xaçayev mərkəzdə Səbuhi Ablazadə. Sağ cinahda Sərtan Taşqın boşdu. Səbuhi əl ötürmə gəlir. Kağıt mərkəzə göndərdi, amma heç kim tamamlamır. Hücum davam edir Ronaldo Vazquez. Daha bir ötürmə Slavik Alxasov. İrəlilədi Sumqayıt oyuncuları, amma heç kim o topu qapıya göndərmir. Fikir verin. Sağdan geridə top itkilərinə əsas səbəbdir. Elvin Bədalovdan mərkəzə ötürmək gəlir, amma ötürmə ya da fərqli variant var. Qarayev indi ötürmə edir. Bu ev tapşırığıdır. Igor Ribeiro mərkəzə göndərir və gol! 2-0. Təkrara baxırıq. Burada oyundan kənar vəziyyət yoxdur. Ribeiro və ardınca da top Nimeli'yə dəyərək qapıya daxil olur. Silvanos Nimeli topu öz qapısına göndərir. Ötürmə gəlir. Başla zərbə indirildi, amma dəqiq deyil.
Elvin mərkəzli oynadı. Zərbə indirilir və qapçı. Qapçı Kristian Avram. Komandası qoldan xilas edir Moldovalı. Silvanus Nimeli. Qaçayev. Soşdu. Bədəlov. Onun zərbəsi təhlükəli amma dəqiq deyil. Elvin Bədəlov qüvvətli zərbə indirdi. Uzaq 9-luğu düşünmüşdü. Elvin Bədəlov. Çərçivəyə düşə bilmədi. Vaxt azalır. Arasına Naxçıvan. Kehat ötürmə edir. Nimeli çevrilərə zərbə indirdi amma qeyri dəqiq. Əlavə olunan 3 dəqiqədə yekunlaşır. Cavid Cəlilov maçı bitirən fitini səsləndirir. Araz Naxçıvan 2-0 hesablı qələbə qazanır.